Süd vəzlərim böyükdür və nə etməliyəm? Süd vəzlərinin ölçüsünün böyük olması xanımlar üçün ciddi problemlər yaradır. Bunlar hansı problemlərdir? Birinci növbədə sağlamlığı ilə bağlı olan problemlər. Bunlar boyun ağrısı, bel ağrısı, kürək ağrısı, qollarda olan ağrılar, əzələ zəiflik kimi əlamətlər ola bilir. Yayda isə onları tərləmə və bişməcələr, qızarıqlıqlar çox narahat eləyir. Bundan əlavə olaraq onlar həm də gündəlik həyat fəaliyyətində istədikləri geyimi ala bilmirlər, öz görüntülərindən hər zaman narazı olurlar və özlərini cəmiyyət içərisində çox narahat hiss edirlər. Süd vəzləri böyük ölçülü olan xanımlar bunu necə aradan qaldırmaq yolları haqqında çox düşünürlər. Bəzi hallarda onları süd vəzlərini müəyyən gellərdən, mazlardan istifadə edərək kiçildə biləcəklərini düşünürlər. Bəziləri həkimin hər hansı bir möcüzəvi dərman yazaraq onların süd vəzlərini kiçildəcəyinə ümid edirlər. Təəssüflər olsun ki, süd vəzini kiçildən nə bir dərman, nə də bir krem vardır. Süd vəzinin ölçüsünü kiçiltmək üçün yeganə üsul süd vəzinin kiçildilməsi əməliyyatıdır. Bu əməliyyatı etdirməklə siz həm süd vəzinin görüntüsündən razı qalmış olacaqsınız, özünüzü cəmiyyət içərisində çox rahat hiss eləyəcəksiniz, həm də fiziki olaraq özünüzü çox rahat hiss eləyəcəksiniz. Boyun, bel ağrısı, kürək ağrısı və digər əlamətlər aradan qalxmış olacaq. Süd vəzinin kiçildilməsi əməliyyatı həm də süd vəzi xərçəngi riskini də azaltmış olur. Çünki süd vəzinin ölçüsü nə qədər böyükdürsə, onda süd vəzi xərçənginin yaranma riski də bir o qədər böyük olur. Ona görə də əgər həkiminiz sizə süd vəzi kiçiltmə əməliyyatı tövsiyə edibsə, həkiminizə inanmağı və onun tövsiyəsinə əməl etməyinizi sizə məsləhət görürəm. Diqqətinizə görə sağ olun.